O bir neni bu müalicəsinə görə selikli qişa burundan düz bağırsağa qədər uzanan vahid bir orqandır. Rinit, bronxit, qastrit, enterit, vaginit, proktik fərqli və müxtəlif lokalizasiyalı xəstəliklər olsa da bütöv orqan olan selikli qişanın ümumi patologiyasının təzahürüdür. Buna görə də bu problemlərin ayrılıqda həll olunması cəhdi adətən effektsiz olur. Yalnız bütöv selikli qişanı əhatə edən kiçik dozalı dərmanların köməyi ilə kompleks yanaşmalı müalicə gerçəkdən xəstəni sağalda bilər. Birinci mühazirədə biz müxtəlif element və orqanlar arasında əlaqə barəsində danışdım. Selikli qişanın iltihabı sindromu barəsində isə danışmaq istəyirəm indi. Çünki bədəndə başa düşmək lazımdır ki, bədəndə olan bütün selikli qişa bir-birindən əlaqəlidir. Selikli qişa xarici və daxili mühit arasında olan bir səddir. Mukazal sindromda biz eyni xəstədə allergiyası olan xəstədə tənəffüs yollarında, mədə-bağırsaq traktında, sidik cinsiyyət sistemində, ümumiyyətlə cinsiyyət orqanlarında biz pozunluqları görə bilərik. Bunlar bizim bədənimizdəki selikli qişalardır. Və bir çox halda biz görə bilərik ki, bir selikli qişa digərisindən əlaqəlidir. Bir çox halda biz görə bilərik ki, bəli, ağciyəri biz müalicə edirik, ancaq burada yoğun bağırsağın təsiri var və biz nə edirik eləyək, ağciyər problemini aradan qaldıra bilmirik. Niyə? Çünki yoğun bağırsaq problemi, xüsusilə disbiyoz, ağciyərə təsir etmiş olur. Burada biz selikli qişanın iltihabı sindromuna hansı klinikanı biz müşahidə edə bilirik? Xüsusilə allergik xəstələrdə biz görürük ki, allergiya var, başqa xəstəlik yoxdur. Bəli, biz fikirləşə bilərik ki, bu tənəffüs problemidir və ya vaginozdur və ya dəridədir problem. Başqa bir selikli qişada problem ola bilər. Amma yadda saxlayın ki, bütün selikli qişalar vahid bir sistem kimi bir-birindən əlaqəlidir. Və ayrıca rinit, faringit, qastrit belə bir şey yoxdur, vaginal problemlər yoxdur. Yox, onlar hamısı SQIS adlanır, yəni ki, selikli qişanın iltihabı sindromudur. Bunu başa düşmək vacibdir. Çünki bu belə bir kliniki sindromdur ki, burada bütün selikli qişalar cəlb olunur və burada tənəffüs, həzm və sidik cinsiyyət sistemləri səviyyəsində və eyni zamanda dəridə bu əlamətlər ola bilər. Allergik və qeyri-allergik manifestasiyaların əlaqəsi burada çox tipikdir. Yəni, allergik rinitlə yanaşı qastrit ola bilər. Və bu iki xəstəlik bir-birindən əlaqəli ola bilər. Qıcıqlanmış bağırsaq sindromu yanaşı kiçik çanağın xroniki ağrısı ola bilər. Burada qadınlar kimə gedir? Ginekoloqa gedir. Ginekoloqlar da başlayır xroniki kiçik çanaq ağrısını müalicə eləməyə. Amma səbəb bağırsaqda olduğu üçün ginekoloqların müalicəsi nəticə vermir. Hansı klinik variantlar
ola bilər. Bunu da yaddan çıxartmaq lazım deyil. Çünki istənilən insanlarda bu klasik olaraq bu baş verir. Xəstəliyə cəlb olunan orqanları biz müəyyən etməliyik ki, bunlar da xəstəliyin müvafiq gedişatını verir. Allergik rinit vaginitlə əlaqəlidir. Bu tipik bir haldır. Çünki balaca uşaqda rinit ola bilər və bir çox halda bu balaca uşaqda vaginit də ola bilər. Və bu vaginada olan xroniki iltihab özü də riniti qıcıqlandıra bilər. Rinit müalicə olunmayan qədər vaginit də müalicə olunmur və ya əksinə. Vaginiti müalicə eləməsən, rinit də davam eləyəcəkdir. Çünki bunlar bir-biri ilə konkret, güclü əlaqələrlə əlaqəlidir. Çünki alın cibləri və vaginal nahiyə bu Çin elementlərinə görə bunlar ikisi də su sahəsinə aiddir. Burada alın ciblərin rinit, sinusit, onların ginekoloji problemlərlə əlaqəlidir. Allergik rinitlə yanaşı konjunktivitin olmasıdır. Bu çox geniş yayılmış bir kombinasiyasıdır. Və məsələn, zökəm olanda, burunda tutulanda vaginal katar da ola bilər. Bu halda rinit göz qabağındadır, amma vaginit tam diqqətdən yayınır. Bu xüsusilə kiçik uşaqlarda baş verir. Sadə su. Balaca bir qız su içir, süd içir. Süddə beta-laktoglobulin var. Beta-laktoglobulindən isə bağırsaq, beta-laktoglobulin bağırsağın qıcıqlanmasına səbəb ola bilər və yanaşı da burada vaginal ifrazat ola bilər. Bu da rinitlə əlaqəli ola bilər. Yəni, müxtəlif selikli qışalar bir-birindən əlaqəlidir, bunu unutmayaq. Yaşlı qadınlarda, yetişkin yaşlı olan qadınlarda allergik rinit varsa, vaginada iltihab adətən müşahidə olunur. Bu, sırf fizyoloji da ola bilər, heç bir problem olmadan da ola bilər. Amma xroniki vaginal katar ginekoloji infeksiyaya yol açır və belə bir problem də ortaya çıxa bilər. Əgər rinitlə konjunktivit birlikdə gedirsə, rinit sağalmadıqca göz də sağalmır. Eyni zamanda mən riniti müalicə eləyə bilərəm, amma ginekologiyaya diqqət yetirməsəm, o bir problem ola bilər. Və ya ginekoloji problemlərə baxdım, orada görümsə, yoğun bağırsağa diqqət yetirməliyim. Yəni, yoğun bağırsaq, ginekologiya, rinit, gözlər. 4 müxtəlif ilk baxışdan əlaqəli olmayan sahə bir-birindən nə dərəcədə əlaqəlidir. Allergiyalı uşaqlarda ağrılı və yaşaran gözlər varsa, bu konjunktiv olmadan belə ola bilər. Və anamnez toplayarkən mən bunu soruşmalıyam və müvafiq müayinələri aparmalıyam ki, bütün bu əlaqələri aşkarım. Göz əlamətləri,
Məsələn, tutulmadır, qaşınmadır, yanmadır, yorğunluqdur, ağrılardır. Bu da allergik rinitin gözdə olan təzahürü ola bilər. Zəif əlamətlərdə isə səhər burun tıxanıqlığı ola bilər. Bəlkə də sizdən bir çoxunda uşaqlar görürsünüz ki, səhər nəfəs ala bilmirlər. Bütün günü burnunu qaşıyırlar. Bu, konkret olaraq, əgər uşaq səhər tezdən burnuna danışırsa, deməli onda problem var bu serikli qışada. Və burun balıqlarının hipertrofiyası da ola bilər. Bu da xroniki iltihabi problem səbəbindən. Allergik rinit və asma. Burada problem nədir? Allergik rinit, otorinolaringologlar bunu müalicə edir. Asmanla da revmatologlar ya pulmonologlar məşğul olur. Bu da hər iki ayrı həkimdir, bir-birindən də onların əlaqəsi yoxdur. Bu isə serikli qışa vasitəsilə bir-birindən əlaqə olan vəziyyətdir. Allergik rinitlə əlaqəsi olmayan konjektivit də ola bilər. Bunu da dərk eləmək lazımdır. Rinit pediatriyada göz ardına alınmamalıdır. Bu vacib bir məsələdir. Bütün bu uşaqlar ki, bütün günü onlar burunlarına toxunurlar və burunlarını oynadırlar. Bütün bu onu göstərir ki, burada xroniki iltihab var. Rinit və asma, onlar kəskin yaxud xronik qastritlə əlaqəlidir. Bu başqa bir məsələdir. Rinit, asma və eyni zamanda qastrit problemləri. Rinit olan xəstələrin 20%-ında nəticə etibarilə asma əmələ gəlir. Qastrit də necə? Kəskin klinikada ağrı, epigastral nahiyədə yanma, yorğunluq, ürəkbulanma, qusma, daimi aclıq hissi və iştahın itməsidir, iştahsızlıqdır. Xronik hallarda isə çox cüzi simptomlar var. Bir çox insanda qastrit var və ümumiyyətlə heç bir kliniki əlamət yoxdur. Soyuq dəyməsi olan allergik uşaqlarda səthi qastrit ola bilər. Yəni, burada dərmanların selli qışanı qıcıqlandığına görə burada vəziyyət də kəskinləşə bilər. Bəli, bir çox uşaqlarda elə dərmanlar istifadə olunur ki, burun problemləri, allergik, burun tutulmaları, allergik vəziyyətlər müalicə edəndə qastrit kəskinləşə bilər. İltiham amillərinin qarşısını almaq lazımdır. Çünki antibiotiklər, analgetiklər və iltiham əleyhinə dərmanlar, onlar mədə-bağırsaq problemlərinə səbəb ola bilər bu xəstələrdə. Kəskin qastritlərdə baş ağrısı, başı gicələnmə və halsızlıq ola bilər. Bunların hamısı da qlobal sindromla əlaqəlidir. Selli qışanın qıcaqlanmasına gətirən dərmanlar, məsələn, soyuq dərmə üçün olan dərmanlar, bu çox ziddiyyətli məsələdir. Çünki bu dərman vasitələri düşündürdüyü qədər effektiv deyil.
və bir çox halda onların yanaşı təsirləri mövcuddur. Hansı qıcıqlandırıcı dərmanlar var? Bu antihistaminlərdir, öskürək əleyhinədir, ağrı kəsicilərdir və mukolytiklərdir. Bu çox ciddiyyətli məsələdir. Əgər başqa dərman vasitələrdən istifadə edə bilirsinizsə, multifaktorlu, aşağı dozalı, məsələn, grip heldir, sonu çox gözəl bilirsiniz, engistoldur. Bunlardan istifadə edə bilirsinizsə, iltihab vəziyyətinin siz modulyasiyasını aparırsınız və xəstənin mədə bağırsağını qıcıqlandırmadan siz modulyasiyaya nail ola bilərsiniz. Bir çox halda soyuqlama qastritlə yanaşı gedə bilər. Başqa kombinasiyalar barəsində danışaq. Kəskin tonzilit və ya kəskin virus mənşəli respirator infeksiya qarın ağrısı ilə əlaqəlidir. Xüsusilə qasıq nahiyəsində sağ tərəfdə. Göbək ətrafının nahiyədə sağ tərəfdən. Niyə? Çünki tonzillər kör bağırsaq ətrafındakı limfa düyünlərinə əlaqəlidir. Burunda, boğazda, qulaqlarda, Valdeir qarqasında olan iltihab PR sahələrində iltihaba səbəb olur və bağırsaqlar nahiyəsində ağrılara səbəb olur. Bəli, bir çox selli qıcıqlandıran dərmanlar antibiotiklərdir. Çox vaxtı göstəriş olmadan təyin olunan antibiotiklər buna təsir edir. Bəli, tənəffüs sistemində iltihab var bu xəstədə və xüsusilə uşaqlarda Valdeir həlqəsində olan iltihab PR yastıqçılarında iltihaba səbəb olur. Kəskin tonzilit, atit və hallarında iştah da itir. Ağrı, diskomfort kimi problemlər olur həzm sistemində. Niyə? Çünki bu PR yastıqçıqları, onlar prosesə cəlb olunur. Klinika kəskin apendisitə bənzəyə bilər. Bir çox halda bu xəstələr əməliyyata da məruz qalır. Açırlar və görürlər ki, yox, apendiks sağlamdır. Bu tipik vəziyyətdir. Yaxşı, açmışıq da apendiksi kəsək, bu vacib deyil. Bu böyük bir səhvdir. Apendiks özü bədənimizdə mikrobiotanın bərpası və sağlam saxlanması üçün vacib bir orqandır. İnfeksiyadır. Antibiotik istifadə olundan sonra apendiks panikaya düşür və o başlayır özündə sapladığı sağlam bakteriyanın bazasından, depodan bağırsağa sağlam bakteriyaları göndərməyə başlayır. Ona görə də apendiksi kəsmək olmaz. Həqiqətən də kəskin apendisit varsa, o başqa məsələ. Amma yoxdursa, apendiksə toxunmaq olmaz. Apendiks bədənin mikrobiotasını yüksək, gözəl keyfiyyətini saxlaması üçün vacibdir. Virüs infeksiyaları, gripdir, zökəmdir. Tonzilit zamanında da nə baş verir? PR yastıqçıları iltihablaşır və ishal var, qaz əmələ gəlir
problems in the lymphatic system, çölə çıxmada problem olur və bu sancılar olur. lymphatic digestive system. Because all our Həzm sisteminin limfa sistemində problem əmələ gəlmiş deməkdir. Seyrikli qışa başqa seyrikli qışalarla əlaqəlidir. Limfa sistemi də digər orqanların limfa sistemlərindən əlaqəlidir. Bunlar çox güclü əlaqələr var aralarında. Allergiya independently hətta müstəqil şəkildə gastroezofageal reflüksə səbəb ola bilər. think that gastroesophageal Bir çox halda biz fikirləşirik ki, bu reflüks sfinkter problemidir with the type of diet və ya yemək pozulub, yeməyini pozub ona görə başı. Bəli, ona görə ola bilər. gastroesophageal Eyni zamanda bu reflüks allergic allergiya ilə də əlaqəli ola bilər. to take into consideration is Növbəti məsələ respiratory infection, otitis, kəskin respirator infeksiya, atit və ya sinusitis, resizivləşən sinusitlər reflux and gastroesophageal association. reflüksdən əlaqəli ola bilər. Here, it is very important that Burada you vacib know məqam very clear the odur ki, pathophysiology. patofiziologiyanı dəqiq bilmək lazımdır. Reflux, Bəli, reflüksdur. Turşu ears, qulağa qədər qalxır. vocal cords, Səs really is a very kişilərinə də qədər qalxır. Bəli, ola bilər. Amma biraz şirindirilmiş məsələdir. Əsas burada əlaqə nevroloji və immunoloji mexanizmlərdir. For example, the inflammation in the last part of the esophagus are Qida borusunun son hissəsində olan iltihab that at the same time affect the lungs or affect the vocal cords. boğaza, Not necessarily qulaqlara a mechanical action of the acid, because many persons don't have boğazı a stream və to produce qulağı əhatə edilən sinirlərlə əlaqəli ola bilər. Çünki eyni sinirlərlə onlar innervasiya edilir. Yəni ona görə də burada mexaniki yox, nevroloji əlaqələr var burada. Allergik uşaqda reflüks varsa iki amilə diqqət yetirmək lazımdır. Bakterial infeksiya, otitis media, orta atitdir, sinusitdir, tanzilitdir və ya bronxopnevmoniya could be associated bir çox halda səbəbkar ola bilər. gastroesophagus reflux Ezofageal reflüks özü allergi səbəbindən əmələ gələ bilər. at the mucous level. Yəni burada sellik qışa səviyyəsində iltihab ola bilər. Məsələn, turşu, mədə turşusu Neurological signs, neurological information, sellik qışanı qıcıqlandıra bilər və sellik qışa iltihab, immunoloji və sinir siqnallarını digər sellik qışalara ötürə bilər. Burada ehtiyac yoxdur ki, bu mədə turşusu getsin, harasa düşsün. Bu qlobal iltihab prosesinin nəticəsidir. Amma reflüksdə there are in many cases a very clear background. Gastroduodenism, fon problemləri var. immune food intolerance. This is the reason İmmun qida intolerantlığı səbəbindən ola bilər. or avoid milk Məsələn, süd səbəbindən, paxıllara görə. problems in the allergy. Əgər allergiya varsa uşaqlarda çalışın onlara, Respiratory system məsələn, tənəffüs sistemində allergiya varsa, or avoid cereals. süd və paxılları verilməsin. 3 or 4 months. Ən azı 3-4 ay ərzində. Dünən Biological clinic, bu klinikada a child. bir uşaq gördüm. Child come again to our consultation. Bu uşaq ikinci dəfədir gəlirdi. Child 1 year ago Bizim klinikaya gəldi konsultasiya. Bu uşağı mən bir il bundan əvvəl də görmüşdüm. comes to the clinic. Bir il bundan əvvəl bu uşaq gəlmişdi. Böyük xroniki tənəffüs problemi var idi. Strong allergy, Güclü allergiyası var idi acute bronchial və kəskin bronkial fəsadlaşmalar da var idi. antibiotics. O qədər antibiotik vermişdilər ki, yazıq uşağa. Dünən Very good bu uşağa baxdım, data. çox gözəl məlumat əldə elədim. Bu il ərzində Don't use any bu uşağa antibiotic, heç bir antibiotik verilməmişdir. any
bronchitis heç bir bronxit və ya digər infeksiya müşahidə olmamışdır uşaqda. Yalnız mukoza kompozitum və digər biotənzimləyici dərmanları istifadə etməklə və süd içməməklə, taxıl məhsullarından istifadə etməməklə gözəl nəticə əldə edə bilərik. Şəkil də çəkdim, çünki xoşdur həqiqətən ki, bir il sonra gələsən, görəsən ki, xəstən müalicə olunub və bu antibiotik filan və bu klassik dərmanlar istifadə edilmədən məsələ həll olunubdur. Kəskin respirator infeksiya hər bir halda erkən yaşlarda bu reflükslər təkrarlanır. İnsan bədəni ana südünü içir. İnək südünü yox. İnək südü yaxşıdır buzovlar üçün. Təbiət elə qurulubdur ki, hər növ öz südündən içməlidir və hər südün öz xüsusiyyəti var. Və bir çox halda biz soyuq südü içəndə biz iltihab amillərini içmiş oluruq ki, yəni bu insanda selüli qışa səviyyəsində, həzm sistemində iltihab əmələ gəlir və proinflamator TH limfositləri əmələ gəlir və nəticə etibarilə həzm sistemindən bu proinflamator maddələr buruna gedir, ağciyərə gedir və s. Orada da, o selikli qışada da iltihab əmələ gəlir. Yəni, immunoloji elementlər bədəndə səyahət edə bilir. Bütün selikli qışalar bir-birindən əlaqəlidir. Bu, vahid bir sistemdir. Gastroezofakal reflüks və asma. Bəli. Əlaqə burada 80%-dir. Yəni, 80% asmalı xəstələnlərdə reflüks var. Bəli. Təbii ki, bağırsaq iltihabını artıra biləcək amillərdən çəkinmək lazımdır. Bağırsaq iltihabını artıran amillər pəhrizdir, əsasən. Nutrigenomik və nutrigenetika vardır. Nutrigenomika və nutrigenetika. Bir çox halda polimorfizmi biz müəyyən edə bilərik və xəstəyə konkret deyə bilərik ki, bu xəstə nəyi yeyə bilər, nəyi yeyə bilməz. Əgər istənilən polimorfizm və ya genetik şərait var ki, o da konkret qida məhsuluna qarşıdırsa, bu qida məhsulunu yeməməlisən, qutardı. Yeyirsənsə, mütləq qaydada selülik qışada iltihab əmələ gəlir və bağırsaqdan bu iltihab əlaqələr vasitəsilə digər selülik qışalara da ötürülür. Aritenoidit və reflüks eyni məsələdir. Səsim batıb çünki turşu bədədən gedir səs tellərinə. Yox, elə bir şey yoxdur. Bəli, reflüks sfinkter işləmir və turşu, bəli, səs tellərinə gedib düşə bilər mədə turşusu. Amma adətən bu belə olmur. Ən əsas simptom burada
xroniki You have inflammation aralıqlı xorulama ola bilər. Bu da seyrli qışa səviyyəsində olan iltihab səbəbindədir. Əksər formation, bu da poliplərin əmələ gəlməsinə gətirə bilər morning taste və uzlaq is very typical. sahələrində xoşa gəlməz dad əmələ gələ bilər. Səhər durursan və ağzında bir pis tam hiss edirsən, bu bir neçə dəqiqədən sonra bu itirsə, fikirləşin ki, bu seyrli qışada problem var. Pharyngeal pain, nasopharyngeal Faringeal, nazofaringeal associated problemlər, udaqda ağrı bu böyüklərdə ola bilər. eyes mucosa, Niyə? Çünki nose mucosa, seyrli qışada gözlərdə, burunda təsirə məruz qalır suffering syndrome və associated. seyrli qışanın Relates iltihabı sindromu əmələ gəlir. Gecə vaxtı çətin həzm olunan qidanın qəbulunu da buna səbəb ola bilər. eat later in the night. Gecə yuxuya getməzdən Here is əvvəl, yəni çox gecə saatlarında yemək bu biraz çətin məsələdir. Ən gözəl bir şeydir ki, axşam yeməyi ən son 6-7-də olsun. Səhər yeməyi də ən tez müvafiq olaraq 6 və 7-də olsun. Yəni günün qaranlıq hissəsində belədir. Ən azı 12 saat fasilə baş verməlidir ki, bədən bərpa oluna bilsin. Yəni qida mədə bağırsaq sisteminə düşəndə mədə bağırsaq sisteminin limfa sistemi artıq yüklənmiş olur. Adenoid, badamcıqlar və burun balıqları onlar reflüksdən əlaqəlidir. gastroesophageal reflux Bu halda reflüks has been described as the cause of swollen adenoids and tonsils. adenoid və badamcıqların şişkinliyi ilə müşahidə Of the olunur. acid with this organ Təbii ki, yenə də turşunun, mədə turşunun təsiri nəticəsində yox. this is not a cure. Is the Bəli, yaxın o düşə ola bilər. Bu inflammation over the mucosa that seyrli qışada olan iltihabında olan in the reaksiyadır. upper organs. Adenoids and Adenoid və badamcıqlar onlar immunoloji sistemlərdir. this is very important to take in consideration Bunu da nəzərə almaq lazımdır. that one problem in one mucosa, Bir seyrli qışada olan inflammatory process problem other mucosa digər seyrli qışada da problemə səbəb olursa, bu mexaniki deyil, bu immunolojidir. Proinflamator limfositlər in our body bizim bədənimizdə problems in other səyahət edərək bədənin müxtəlif sahələrində problem yarada bilər. inflammatory stimulus by infection or İnfeksiya by və ya intolerance, qida məhsullarının hypertrophia, include the hypertrophia intolerantlığı özü limfa orqanlarında hipertrofiyaya səbəb olur. Udlaq və adenoidlərdə bəli, immun reaksiya əmələ gəlir. Bu da hava allergenlərinə. Tək bunlara deyil, pəhrizə də. the last conference Son konferansda professor Pera, son çıxışda bu eşitdiniz, professor Pera ətraf mühitin, xüsusilə havanın çirklənməsi barəsində danışdı və orada bir çox allergen amillər var ki, biz nəfəs aldığımız hava ilə onları bədənimizə daxil edirik. Adenoid hipertrofiyası olan uşaqlarda isə bunlar kliniki olaraq allergiyalı pasiyentlərdir. hypertrophia, Çalışın, başa düşün ki, the problem adenoid varsa bu are thinking artıq allergiyalı bir xəstədir. the problem is Biz fikirləşirik ki, adenoidi kəsdin, çıxartdın, problem həll olunur. Xeyr. you make the surgery, Bəli, cərrahiyyəni eləyirsən, növbəti 6 aydan sonra al ərzində hər şey zordur, gözəldir. Ata, ana, nənə, baba hamı xoşbəxtdir. Çünki uşaq nəfəs eləyir, nəfəs alır, problem yoxdur. 6 ay keçəndən sonra again because təzədən hər şey başlayır. Niyə? Çünki allergiya davam edir bədəndə. disorders continue Bəli, pəhriz, ətraf mühit öz təsirini
understand davam edir. allergic is full Başa düşmək lazımdır ki, allergiya inflammatory situation. iltihaba səbəb olan bir haldır. The inflammation İltihaba is müalicə eləmək lazımdır bu xəstələrdə. there is a direct relationship between adenoid hypertrophy and Adenoid hipertrofiya isə hipertrofiya ilə organism. göbələklə qarşı allergiya arasında birbaşa Amount of chemical and there əlaqə var. Yəni bu xəstələrdə göbələk də çox inkişaf edir. fungal Qara göbələk. in the doors or Bu in the tables in many parts nəm uzun müddət istifadə olmayan hissələrdə qara göbələk əmələ gəlir. allergic is neurotoxic. Həmin budur. Burada artıq neyrotoksik təsir olur Really problems. və bu həyatda çox böyük problemlər yarada bilər. Disease of adenoid hypertrophy Adenoid is realmente an allergic hipertrofiyasının qalıq xəstəliyi bu da allergik rinitdir. Təbii ki. possible. You have a person with a very, very strong hypertrophy that okay, the surgery. Bəli, böyük hipertrofiya varsa, heç nəfəs ala bilmirsən, onda bəli, cərrahiyyə lazımdır. Amma iltihaba qarşı təsir etmək lazımdır, pəhrizi dəyişmək lazımdır. İlk növbədə integrativ prinsipləri tətbiq eləmək lazımdır ki, baxasan görə ki, bunu belə həll edə bilirsənmi və ya cərrahiyyədən sonra 6 ay keçdikdən sonra bu problemlə qarşılaşmayasınız. Cərrahiyyə problemi həll etmir. Bu qismən yaxşılaşdırır vəziyyəti. Ağır hallarda, ağır obstruksiya olanda bəli, bunu etmək lazımdır. Amma belə ağır vəziyyət yoxdursa, əvvəlcə müalicə edin iltihabı. Selüli qışanı müalicə edin. Pəhrizi dəyişin, integrativ təvabətin prinsiplərini tətbiq edin və ola bilsin ki, 3-4 aydan sonra həmən müayinəni aparırsan, görürsən ki, selüli qışanın qalınlığı əhəmiyyətli dərəcədə azalıbdır. Və ola bilsin ki, 6 aydan sonra və bir qədər daha uzun çəkə bilər və problem tam aradan qalmış olar. Bu, daha davamlı, daimi belə deyək, nəticədir. Əsas problem bu hallarda analardadır. Doktor, mən uşağa nə vaxt süd verə bilərəm? Daimi olaraq soruşsam. Bu halda cavab verirsən ki, heç vaxtı. Başqa südlərdən istifadə edir. Məsələn, kakos südündən istifadə edə bilərsən, badam südündən istifadə edə bilərsən ki, o inək südündə elə çox maddələr ola bilər ki, onlar təzədən allergiya səbəb olsun. Cərrahi əməliyyat aparılırsa, bəli, obstruksiya aradan qaldırılır, allergik simptomlar azalır, infeksiya da azalır. Amma allergiya özü davam eləyir. Biz bunu isə kökünə təsir eləməliyik. Cərrahi yollar, hipertrofiya, obstruksiya aradan qalxır, amma təzədən bu residivləşə bilər. Burun balıqların böyüməsi rinitdən baş verir. Rinit üstəgəl obstruksiya və bağırsaqdakı iltihab bu vacib bir üçbucaqdır. Rinit, obstruksiya və bağırsaq iltihabı həm uşaqlarda, həm böyüklərdə müşahidə oluna bilər. Əsas trigger burada bağırsaq iltihabıdır. Pəhrizi dəyişmək lazımdır və iltihab amillərini təsir etmək lazımdır ki, yaxşı nəticə əldə olunsun. Yuxarı tənəffüs yollarında hipertrofiya varsa, allergiyanı və gastroduodiniti düşünmək lazımdır. Çünki süd
və ya digər qida məhsulları ki, potensial olaraq onlar allergiyaya səbəb ola bilər, eyni zamanda qastritin və duodenitin əmələ gəlməsinə səbəb olur. O selekli qişalar isə iltihaplaşırsa, onlar tənəffüs yoluna da təsir edir. Bugün çox geniş yayılmış rinqlə əlaqəli olan bir haldır. Körpələr yeni doğmuşlarda adətən olur. Bir çoxumuzda görürsünüz ki, yalnız ana südü ilə qidalanır. Hər şey yaxşı, burun da işləyir. Ananın vaxtı yoxdur, südü kəsir, işə çıxır və başqa süd başlayır vermək, dərhal başlayır uşaq xoruldamağa. Başqa süd məhsullarını uşağa verəndə selüli qişanın seliyin əmələ gəlməsi artır, selüli qişanın iltihabı əmələ gəlir və başlayır uşaqda xorullama. Həmişə həkimlər belə iclaslarda sual verir ki, elə bir uşağı tanıyıram ki, yalnız ana südündən istifadə edir və bu uşaqda da xorlama var. Düzdür. Mən demirəm ki, ola bilməz. Niyə? Çünki ana özü süd içir. Və artıq sübut olunmuşdur ki, ana süd içəndən 6-8 saat sonra beta-laktoglobulin ana südündə təyin oluna bilər. Ki bu da körpədə bağırsaqda iltihaba səbəb olur. Tək uşaqda yox. Ümumiyyətlə, analar ana südünü verirlərsə, süddən istifadə etməməlidir. Rinit simptomları zökəmdir, tez askırmadır, nazal tutulmadır. Bu həzm problemləri ilə əlaqəli ola bilər. Və reflüks əmələ gələ bilərmi buna görə? Əgər uşaqların təhrir səbəbindən problem əmələ gəlirsə, bu uşaqlarda tədricən selüli qişanın iltihabı simptomu və burun tıxanıqları əmələ gələ bilər, reflüksla. Və burunla səsli tərəffüs varsa, burada uşaqlar ağlarkən yaxud yatarkən əmələ gəlir və artır və xorlama da əmələ gəlir. Başqa sahəyə keçək. İnfeksion sistit qəbizliklə əlaqəlidir. Bu, ən güclü əlaqələrdən biridir. Çünki yoğun bağırsaq mütləq qaydada sidik hissəsinə təsir edir. Qəbizlik residivləşən sidik traktın infeksiyasına şərait yaradır. Xüsusilə qadınlarda əsasən bakterium koli infeksiyası varsa, ildə 3-4 dəfə illər boyu bu vəziyyət residivləşir. Bu Escherichia coli hazırda antibiotiklərə qarşı rezistentləşib və bu halda biz heç vaxt düşünməməliyik ki, bu problem sidik hissəsinə əlaqəlidir. Problem həzm sistemindədir və mikrobiotanı bərpa eləmək lazımdır. Probiotiklər istifadə olmalıdır, prebiotiklər istifadə olmalıdır. Pəhrizi dəyişmək lazımdır ki, qəbizlik olmasın. Çünki bunlar bir-birinə əlaqəli olan məsələlərdir. Bağırsaq motorikasının pozulması yanaşı gedən hallardır. Embriologiyanı keçəndə
orada görürsünüz embrioloji mərhələlərdə uşaqlıq yolu ilə düz bağırsaq əlaqəlidir. Ondan sonra yavaş-yavaş onlar ayrılır. Yəni mənbə, yəni mənşə eynidir. And this relation between vaginal disorders Vaginal, sidik və yoğun bağırsaq xəstəliklərinin yanaşı olması məhz bundan qaynaqlanır. alteration of the innate intestinal microbiota Anadan gəlmə bağırsaq mikrobiotasının dəyişməsi in order to recover müalicə olunmalıdır ki, bu mikrobiota bərpa edilsin ki, sidik yollarında problem olmasın. Uretrit və qeyri-infeksion sistit qıcıqlanmış bağırsaq sindromu ilə əlaqəlidir. this is another very typical situation. Bu geniş yayılmış bir haldır. Cystitis Qadın sistitlə müraciət eləyir. Qaşınma, ağrı, qıcıqlanma və s. Bəli, sidik götürülür, laboratoriya gedir. İnfeksiya yoxdur. Amma klinik olaraq infeksiya olmasa da kliniki təzahür var. Mütləq deyil ki, sistit infeksiya səbəbindən olsun. Bir çox halda selli qişanın problemindən qaynaqlanan iltihab problemi bu ola bilər. Qeyri-infeksion iltihab poliuri ilə sidə getmə zamanı yanma və imperativ çağırışla əlaqəli ola bilər. Bu halda sidik müayinəsi mənfi çıxır. Bəli, infeksiya yoxdur. Və təbii ki, bu xəstəyə antibiotik vermək olmaz. Bu halda antibiotik bağırsaq mikrobiotasının təsiridir və kliniki halı bu halda siz ağırlaşdırırsınız. Bir çox ginekoloqlar üçün bu böyük problemdir. Interstitial sistit. İltihaplaşmış yoğun bağırsaq problemliyi ilə əlaqəlidir əsasən qadınlarda. Interstitial sistit varsa həzmə baxın, pəhrizə baxın, baxın mədə bağırsaq sistemi necə işləyir. Bu çox vacibdir. Bu xəstəlik olar. Ancaq əksər hallarda mədə bağırsaq sistemi pozğunluqları ilə əlaqəli olan bir şeydir. Kronik çanaq ağrıları əksər hallarda qadınlarda həzm pozğunluqlarından əlaqəlidir. Əgər ağrı kronikdirsə, 6 aydan çox çəkirsə və başqa bir problemlə əlaqəlidirsə, bu artıq çanaq ağrısıdır. Kronik ağrıda da bu 12-39%də reproduktiv yaşda olan qadınlarda bu ağrılar müşahidə olunur. Amma 50% halda bu klinik diaqnoz olmadan baş verir. Amma böyük ehtimal burada problem var. Kronik çanaq ağrısı həzm pozuntularıyla ola bilər və bunu müayinəsi də çox çətin ola bilər. Çünki heç bir həkim heç vaxtı bu xəstənin nə yediyini bilmir. Niyə biz pəhrizə fikir vermirik? Çünki bizdə universitetdə heç vaxtı pəhriz barəsində dərs deyilməyibdir. Qida maddələrin biokimyası barəsində məlumat verilmir. Biz tam məlumatsızıq bu barədə. Kronik çanaq ağrıların 50-80%-də motorikanın pozulması səbəbindən olur. Və ya burada müşahidə olunur. Bəli, ginekoloqlar sırf ağrıya diqqət yetirir, laparoskopiya eləyirlər, müxtəlif müayinə və müalicə üsulları ilə tətbiq edilir cərrahiyə qədər. Bir çox xəstədə laparoskopiyaya baxırsan 40-50%-də heç bir dəyişiklik yoxdur.
Çünki problem orada deyil, həzm sistemindədir. in patients with chronic pelvic pain Bağırsaq klinikası bu qarın ağrılardır. Dolğunluq hissəsi ola bilər, ürəkbulanma və qusma kimi özünü üzə verə bilər. Eyni zamanda tez doyma hissi ola bilər, köpmə ola bilər və qida dəyişiklikləri 50-79% hallarda qıcıqlanmış bağırsaq sindromu ilədir. Bu maddələrlə göstərilən bir şeydir, məqalələrlə göstərilən bir şeydir. Vaxta görə mən bu məqalələri sizə göstərə bilmirəm. Gələcəkdə mən sizə bu prezentasiyanı tam göstərə bilərəm ki, bu Azərbaycan dilinə tərcümə olunsun və siz orada bütün bu məqalələri görəsiniz. Çünki bu məsələ həqiqətən də vacib məsələdir. 60% çıxarılan uşaqlıqlar, onlar normal olubdur. Uşaqların çıxarılması aparılır, 60% hallarda bu uşaqlıq tam normal olur. Histerektomiyanın 18%-i boş keçilir. Niyə? Çünki problem uşaqlıqda deyil, ümumiyyətlə ginekoloji problem deyil. Bu həzm sistemin problemi olur. Bəli, kronik ağrı ola bilər. Uşaqlığın pis yerləşməsinə görə, bakterial infeksiyaya görə. Amma məlumat əsasən ona göstərir ki, bu kronik ağrı ginekoloji olmur. Laparoskopiyada 40% laparoskopik prosedurlar nəticə vermir. Yəni boş çıxır, lazımsız olur. Və endometriozların bu simptomları izah etmir. Yəni əlaqəli ola bilər. Amma visceral qışanın iltihabı və skelet əzələ strukturlarında spazm bu konkret bu halla əlaqəli ola bilər. Və nəhayət allergik rinitlə qeyri-infeksion uretritlə əlaqəsi. Bu uşaqlarda adətən olur. Hər iki cinsdə ola bilər. Uşaqlar daimi qaşınırlar. Balaca oğlanlar götürürlər və dudularını dartırlar. Eyni zamanda burunlarını qaşıyırlar. Yəni bu burunla cinsiyyət orqanları arasında olan əlaqəni göstərir. Qızlarda adətən də uşaqlıqdan ifrazat olur. Uşaqlar məşğul olan pediatrlar mütləq vaginal ifrazatla xronik rinit arasında əlaqəni yaddan çıxartmayın. Allergik rinit anal nahiyədə ağrı və ya qaşınma ilə də əlaqəli ola bilər. Diferensial diaqnostika o bağırsaq parazitləri ilə aparılmalıdır. Qurd ola bilər və çünki müalicəni aparırsan, amma nəticə yoxdur. Əsas problem burada gigiyenadır. Burun və anal qaşınması bir-birinə bağlıdır. İki struktur arasında immunoloji əlaqə var, anusla burun arasında. Burada bir çox məqalə var bununla bağlı. Qızlar üçün üç tərəfli əlaqə var. Anal qaşınma, allergik rinit və vulvovaginit. Bu üç əlamət açıq aydın bir-birindən əlaqəli ola bilər. Ayurvedi və Çin təbabətində növbəti məsələ dildir.
Diagnostikada bu çox vacibdir. special geographic tongue Coğrafi dil associated to xüsusilə gastroduodenitis. gastrodinitlə əlaqəli ola bilər. Yəni, əgər In the tongue, dildə belə bir problem varsa, areas without elements, areas in the pool without tissue. xüsusilə Please check that there toxuma olmayan nahiyələrdə burada gastroduodenit ola bilər. okay. This is clear, please. With Bu, a clean tongue, yəni təmiz dil. a tongue without ulcers. Orada xoralar olmamalıdır. Yəni ki, hər hansı bir The teeth in the border of the tongue. All these are indicators. dişin izləri, onlar hamısı xəstəliyin əlamətidir. At 3 years of age, 3 yaşında or in young adult, pediatriyada və ya gənclərdə dil problemi ola bilər. on notice, Klinika and the treatment ya could be in some case diqqətdən qaçılmış olur və ya lokal diskomfort və ağrı ola bilər. the most typical factor to take Əsas here into consideration is tipik the intolerance to cow əlamət or formula milk. Remember the süd qarışıqların və ya inək südünə qarşı dözümsüzlükdür. animal Əslində bu toz ki var, süd tozu, onun əsasında heyvan südü var. Vərdişlərin dəyişilməsi və həzm sisteminin müalicəsi məsələni həll edə bilər. Son məsələdir. a variety or combination of Mütləq deyil ki, xəstədə sırf bu kombinasiyalar olsun. gas Ağır hallarda could have problems in the lung, problems ağciyər problemi ola bilər, həzm sistemi ola bilər, qulaqda, burunda, sidik, tərəzi sistemində və dəridə problemlər ola bilər. important. Understand that the relation is an Çünki burada phenomenon and əsasən burada əsas rol oynayan immunoloji fenomendir. Bu malt sistemidir. OALT bu okulonazaldır. NALT bu nazaldır. BALT bronchus, bronx, GALT bağırsaq, intestine, oral is OAL orogenitaldır skin. və dəri. All these systems Bütün bunlar hamısı clearly connected. bir-birindən əlaqəlidir. Immunological İmmunoloji homing that limfositlər bu inflammation iltihaba səbəb olur və is a network. This is a typical digər orqanlara yayılmasına da səbəb olur. you treat not only where the symptoms are, you need look by if other mucosa are really presenting problems. Başqa bir selüli qışada problem olduğu halda siz konkret bir nahiyəni müalicə etsəniz nəticə olmayacaqdır. Diqqətinizə görə təşəkkür edirəm.